deyirəm, əcibə olandır. Dünənəcən bizləri sakit edildiler ki, Qarabağ Azərbaycanındır. Qarabağda nümayət eləmək, Əliyevlərdə nümayət eləməkdir. Bu günlər Azərbaycanda ayrı səs gəlir, onu qayda deyirlər, bunun özləri dost olublar. Bilirik nə xəbərdir? Sizin siyasətiniz Azərbaycan barəsində, Türk barəsində və ermənilərin barəsində ən münbar siyasətdir ki, biz baş tapmışıq bu siyasətdə. Dünya baş tapır, öz millətimiz də baş tapır. Bizə dünya lazım nəyir? Təşəkkür edirəm qardaşlardan ki, mənim şikayətimi aparıblar. Əfv beynəlmirəl, oradan da cavab gəlibdir. Amma onların hamısından çox bizim umudumuz cavanlara ki, bu günləri yüzlər kilometr yol gəliblər, bu mərasimdə şirkət edərlər. Yaşasın Azərbaycanın öz varlığı. Əgər Azərbaycan milləti, Azərbaycanın fəalları təlaş edirlər, gələn il bu mərasimlərin ondan güclü bərqüzar edirlər, milləyə sazman edirlər, milləyə dünya dövlətlərinə. Bir iddələr güdürlər ki, Amerika gələcək, hamiləyəcək bizim həqqimizi verəcək. Əvvələn, hardan bilirsən Amerika gələcək bu keşvərə? Hardan bilirsən ki, bunlar dedikləri sözdən dalı kəsilməyəcəklər və ya o dediyi sözdən dalı kəsilməyəcək? Ay, Amerika 100 il çəksə gəlməsi, sən də 100 il müntəzir olacaqsan, çürüyüb öləsən. İkinci, Amerika gəlsə, məcəl Amerikanın tamahı bunlardan azdır. Amerika məcəl Ərağa baxırsınız, İranda haqq verər Türkə. Türk haqları olsaydı, Türkmenlərə Əraqda verərdi. Əgər misal vursanız, Ərağın kütləri Saddam zamanı almışlarların. Amerika vermədi, özləri aldı. Biz nə Amerika güdəcəyik, nə Avrupa güdəcəyik. Özümüz bu siyasəti ayaqlayıb Türkə qalıb.